Qış aylarında niyə bu qədər çox xəstələnirik? Qışın, yəni soyuq ayların xəstəliklə nə əlaqəsi var? Gəlin aydınlaşdıraq. Bütün kəskin respirator xəstəliklər, qrip də daxil olmaqla, onlara yoluxma halları il fəsillərinə asılı olmayaraq hər zaman mümkündür. Lakin kəskin respirator xəstəliklər və qrip xəstəliyinə yoluxma halları daha çox qış aylarında, yəni havanın soyuq aylarında təsadüf edirik. Bunun səbəbi isə ondan ibarətdir ki, yəni qrip xəstəliyi havanın nəmişliyi və soyuqluğuna davamlıdır. Öncə onu bildirim. Daha sonra insanların soyuqla əlaqədar olaraq kompakt halda cəmləşmələri, yəni yaşamaqları, müəyyən yerlərdə sığınmaları onların bir-biri ilə daha çox təmasda olmasına səbəb olur ki, bu da ən əsas səbəblərdən biri hesab olunur. Və soyuq havalarla əlaqədar olaraq evlərin, ofislərin, məktəblərin fərqi yoxdur. Onların havaları tez-tez dəyişilmir və ona görə də çirklənmiş havada virus infeksiyasının yayılması daha da əlverişli şərait olur. Ona görə də qrip və kəskin respirator xəstəliklərə yoluxma hallarını azaltmaq üçün ilin fəslindən asılı olmayaraq mütləq havanın dəyişdirilməsi, yəni ventilyasiyası təmin olunmalıdır. Qrip və infeksion proses haqqında ətraflı məlumat almaq istəyirsinizsə, Dr. Nemo YouTube kanalında qrip virusunu nə qədər tanıyırıq adlı videonu izləyə bilərsiniz.